Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi 23 iyun, yəni sabah və 25 iyunda ibtidai sinif müəllimləri üçün növbəti sertifikasiya imtahanı keçiriləcək. Kanalımızda ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə kifayət qədər izahımız var və bugünkü izahımızda isə sizlər üçün növbəti model sınağın izahını təqdim edəcəm. Model sınaq 10, 9 dənə sınaq kanalda yerləşdirilib. Son dəyişikliklərə əsasən bilirik ki, sertifikasiya və MİQ çərçivə sənədi sonralar yenilənib, ora əlavə mövzular artırılıb. Sınaqlarımızda bu son mövzuların hər biri öz əksini tapır. Baxaq, birinci sualımız müəllimlərin əsas çətinlik çəkdiyi mövzulardan biri olan cədvəl, diaqram və qrafiklərlə bağlıdır. Bu mövzu əslində yeni bir mövzu tipi deyil. Bildiyimiz ədədi orta, yaş, faiz məsələləri sadəcə bizə diaqramlar üzərində, dairəvi diaqram olsun, sonra sütun, hansı ki burada sütun qrafikidir, bu formada verilir. Müəllimlər şəkilli sual olduğuna görə, yeni tip sual olduğuna görə suallardan ilk baxışda çəkinirlər, amma ən rahat sual tiplərindən biridir. Şənbə günü havanın temperaturu 16 dərəcə olmuşdur. Bazar günü havanın temperaturu cümə günündən daha isti, çərşənbə günündən daha soyuq olmuşdur. Bazar günü havanın temperaturu neçə dərəcə ola bilməz? Gözəl sualdır və bu sual digər qrafiklərdən bir balaca çətinlik gələ bilər sizə. Niyə? Çünki burada ölçülər verilməyib. Biz bu ölçünü özümüz çıxardacağıq. Konkret olaraq mənə verilən şənbə gününün temperaturunun 16 dərəcə olmasıdır. Şənbə günü neçə yuxarı qalxıb? 1, 2, 3, 4. Buradan biz bilirik ki, artıq öyrəndik ki, bu 4 qalxır. 4, 8, 12, 16. Deməli, qrafikdə yuxarıya 4 qalxır. Bunu bildik. Yəni, bir dama 4. Bunu öyrəndik. İndi, bazar günü havanın temperaturu cümə günündən daha isti. Gəlin, cümə gününü müəyyənləşdirək. Cümə günü haradadır? Burada. Cümə günündə 1, 2, 3 gəlir, bura. 12 və ya 3 dənə xəttdir. 3 dəfə də 4, 12. Deməli, cümə günü 12 dərəcədir. Çərşənbə günündən, deməli, biz çərşənbə gününü də müəyyənləşdirməliyik. Çərşənbə günü bərabərdir. Çərşənbə günü baxırıq 1, 2, 3, 4, 5. Bunu 4-də artırsaq, bura eləyər 20. 5-i 4-də vuranda da 20 eləyər. Deməli, çərşənbə günü də 20 dərəcədir. İndi, bazar günü olan temperatur yazıram bazar günü. Çərşənbə günündən daha isti. 12 dərəcədən isti olmaq nə deməkdir? 13 dərəcə, 15 dərəcə və böyük. Yəni, 12-dən böyük. Böyükdür 12 dərəcədən. Çərşənbə günündən daha soyuq olmuşdur. Bu, siz çaşdırmasınız. Daha soyuq nə deməkdir? Yəni, 20 dərəcədən aşağı. 15 dərəcə ola bilər, 17 dərəcə ola bilər, 18 və s. Deməli, kiçikdir 20 dərəcə. Yəni, bazar günü havanın temperaturu bu gördüyümüz aralıqda ola bilər. 12 dərəcə ilə 20 dərəcənin arasında. 13 ola bilər, problem deyil. 15 dərəcə ola bilər, 17 dərəcə ola bilər, 19 dərəcə ola bilər. Amma 21 dərəcə ola bilməz. Çünki 20 dərəcədən kiçikdir. Amma burada 21 20-dən böyükdür. Doğru cavab Y variantı, yəni ola bilməz. Gözəl və maraqlı bir sual idi. Növbəti sualımızda maraqlı bir sürət məsələsidir. B və C şəhərləri arasındakı məsafə 120 kilometrdir. Şəkildən də, sxemdən də görürük. Ümumiyyətlə, mən həmişə müəllimlərə demişəm ki, sürət məsələlərində mütləq həmin sualı, çertiyojunu çəkin, sualı vizual olaraq təsvir edin. Deməli, burada B isə 120 kilometrdir. C-dən sürətləri 50 km bölünsün saat və 80 km olan maşın eyni anda əks istiqamətdə oxlarla göstərilir, hərəkətə başladı. Biz AC məsafəsini bilmirik, dəyərli müəllimlər. Ona görə AC məsafəsini X götürəcəyik. Ümumilikdə bizim A, B yolumuz o zaman olacaq 120 üstəgələk X. Yəni, bura və buranın cəmi. İndi bizə deyir ki, sürətli olan maşın hansıdır? 80. Yəni, 50-dən çoxdur. B-yə gəlib, B-yə gedib, yəni buradan B-yə gedib. Baxın, bunu mən sizə göstərim. Tutaq ki, bax, bu qələmi izləyin. Bax, buradan gəldi bura, B-yə gəlib. Heç durmadan geri dönərək A şəhərinə çatır. Heç durmadan gəldi bura. Çatır. Sürətli olan maşın heç dönər digər maşına A şəhərində çatır. Aha, digər maşına A şəhərində çatır. Deməli, digər maşında getdiyi yol buradan buradır. Biz burada nəyi görürük? Eyni anda, baxın, bu cümlə məsələnin taleyini həll edir. C-dən sürəti 50 km olan maşın A-ya çatanda, sürəti 80 km olan maşın B-yə gəlib təzədən A-ya çatır. Yəni, bu bura çatanda, bu həm bu yolu gəlib, həm də bu bir yolu gedir. İndi, deməli, biz burada, nə dedim, anda, yəni bu anda, bu da bura gəlir. Zamanları bərabərləşdirəcəyik.
Bunu sən məntiq olaraq buradan çıxarmalısan. Gəlin bunu həll edək. Sürətli avtomobil nə qədər yol gedir? Yolları müəyyənləşdirək. Sürətli olan yazıram bura. Sürətli olan. Sürətli olan. Buradan bura gəldi. Nə qədər? 120. Yazıram 120 km. Təzədən geriyə qayıtdı. Bura qədər nə qədər? Üstəgəl 120. Və buradan da bura qədər. Nə qədər oldu? Üstəgəlik x. Cəmi 240 üstəgəlik x gedib. Sürəti az olan. Sürəti az olan. Bu sürəti az olan isə dəyərli müəllimlər cəmi buradan bura gəlib də. Buradan burada x-dir. X gedib. Gözəl. Biz sürətli olan maşının getdiyi yolu, sürəti az olan maşının getdiyi yolu və hər birinin də sürətlərini bilirik. Və daha vacib bildiyimizdə bunların zamanlarının bir-birinə bərabər olmağıdır. Deməli, bunların zamanlarını tapıb bir-birinə bərabər eləyəcəm. T-nəyə bərabərdir zaman? S bölünsün V-yə. O zaman sürətli maşının getdiyi zaman, getdiyi yolu 240 üstəgəlik x-i sürətinə bölməklə, yəni 80-ə bölürük. 240 üstəgəlik x bölünsün 80. Sürəti az olan avtomobilin getdiyi yolu x-i bölürük 50-yə. Bunlar nədir? Bax, buna sual verirəm sizə. T nə yazmışam? Zamandır da. Zaman nədir? S bölünsün B. 240 üstəgəlik x nədir? Sürətli avtomobilin getdiyi yol. Bölünsün 80 nədir? Bunun sürətinə bölünür və bunun zamanıdır. Eyni anda bu proses, bu bura çatanda bu da bura çatır. Bərabərlik. Çarpaz formada həll eləsək bunu. 80 vurulsun x bərabər 50 vurulsun 240 üstəgəlik x-ə. Bu sıfırlar gedir. 8x bərabərdir. 5'i 240'a vuranda 1200 üstəgəlik 5x. Buradan 3x bərabərdir. 1200. X də bərabər 400. Deməli, x-i 400 kilometr tapdıq. Bizdən nəyi soruşur? A və B şəhərlər. AB x deyil ha, təkcə. AB AC ilə CB-nin cəmidir. Yəni 120 üstəgələ x-dir. 120-nin də üzərinə 400'ü gəlsək eləyər 520. Doğru cavab C variantında mükəmməl bir sual idi. Müəllim, bu qədər çətin düşə bilərmi? Baxın. İndi bundan sonraki suallar, yəni orta səviyyəli suallardır. Çətin suallar bu dəfə başlanğıca düşüb ola bilər. Sertifikasiya və MİQ imtahanlarında suallar ümumiyyətlə asan, orta və çətin səviyyə bölünür. Son sertifikasiya imtahanlarında məsələn kifayət qədər sadə olub, Naxçıvan və s. Amma biz hər ehtimala qarşı hər sınaqda çətin sualımızda işləməliyik ki, tam hər şeyin ötəsindən gələk. Bu sual bilirik ki, fəza fiqurları sonradan artırılan mövzulardandır. Tilinin uzunluğu 2 metr olan kub şəkilli yeşiyə. Kub şəkli o demək ki, artıq biz kubun həcmini bilməliyik. Kubun həcmi, kub bütün tilləri və üzləri bərabər olan fəza fiqurudur. Bunun həcmi V bərabərdir A kubuna. Deməli, həcmini, onda bu V bərabər, tilin uzunluğu 2 metrdirsə, A bərabərdir 2 vur 2 vur 2, bu deyilir 8 kub metr. Həcminin 0,2 hissəsi, 0,8 hissəsi qədər taxıl doldurulmuşdur. 8'in 0,8'i bərabər eləyəcək tamın onluq kəsirə vurulmasıdır. Ədədin hissəsinin tapılması görə ədədi hissə göstərəndə də vururuq. Eləyəcək 6,4 kub metr. Əla. İndi 1 kub metr taxılın kütləsi də 0,8 tondur. Yeşikdə nə qədər taxıl var? 1 kubunda 0,8 ton taxıl varsa, 6,4 kubunda 6,4'ü vuracaqsan 0,8'e. Bunu da onluq kəsirə vurulma qaydasını. Bax, bu sualın içərisində həm də onluq kəsirlərlə bağlı əməliyyatlar çoxdur. Onluq kəsirlər də proqramda sonradan artırılan mövzulardandır və kanalda onluq kəsirlərlə bağlı 5 hissədə dərsimiz var ki, mütləq onlara baxın. Hər bir şey nöqtə bə nöqtə izah olunur. 8 dəfə 4 32 yazaq. 3 yadda 8 dəfə 6 48, 3 də yadda 51. 2 rəqəmli ədədlərin bir-birinə vurulması kimi vurursunuz. Burada 0 0 0, 2 dənə 0 qalır. 2 1 5. Sonra da 2 rəqəm bu tərəfə çəkirsiniz vergülü. Çünki vergüldən sonra 2 rəqəm var. 1 2. 5,12 ton. Bu cavab var B variantında. Sonra gəlirik müəllimlər 4-cü sualımıza. 4-cü sualımızda mühakimə tipli maraqlı bir sualdır. 3 yeşikdə 69 kiloqram alma var. Yeşiklərin hər birində almanın kütləsi müxtəlif olmaqla 20 kiloqramdan çox, 30 kiloqramdan azdır. Deməli, almanın kütləsi böyükdür 20 kiloqramdan, kiçikdir 30 kiloqramdan. Bunu da bildik. İndi 3 dənə yeşiyimiz var. Birinci yeşik, ikinci yeşik, üçüncü yeşik bərabər 69. Mühakimə tipli suallar dəfələrlə imtahanda istifadə olunub.
Üçüncü yeşikdə ən çoxu nə qədər alma ola bilər? Biz burada gözümüzü yazıb 29 yazmırıq ha. Burada bu şərtimiz var axı. 20-dən çox 30-dan az. Həm də elə olmalıdır ki, cəmi 69 verməlidir. Deməli, bu tipli suallarda ən böyüyü ən çox deyirsə, uyğun şərtlər daxilində digərlərini ən kiçik götürəcəm. Ən çox deyir, deməli mən ən çoxa x yazacağam. Digərləri ən az. Ən az neçə olmalıdır? 20-dən böyük olmalıdır. 21 və burada 22 yazacağım. Şərtimizdə unutmuruq. Bu aralıqdan tərəf olmamalıdır. Buradan 43 üstəgələ x bərabər 69. X də bərabər 69-dan 43-ü çıxanda 26 kiloqram. Deməli, üçüncü yeşikdə ən çoxu 26 kiloqram alma ola bilər. Doğru cavab C variantı. Gəldik 5-ci sualımıza. Xaricdən toxunan iki çevrənin birinin radiusu digərindən 3 cm böyükdür. Bu çevrələrin mərkəzləri arasındakı məsafə 21 cm-dir. Böyük çevrənin radiusu neçə santimetrdir? Gözəl sualdır. Deməli, bilirik ki, son imtahanlarda bu çevrələrlə bağlı da çevrələrin radiusları arasındakı məsafə, sonra həm MIQ imtahanında, həm də sertifikasiya imtahanında dəfələrlə sual düşüb. Kanalımızda bunlarla bağlı izahlara baxsaz görəcəksiniz. İki dənə çevrəni gəlin xaricdən bir-birinə toxunduraq. Baxın. Çevrənin biri budur, biri də budur. Xaricdən bir-birinə toxunan iki çevrənin radiusları arasındakı məsafə, daha doğrusu mərkəzləri arasındakı məsafə onların radiusları cəminə bərabərdir, dəyərli müəllimlər. Bunu belə qaydadır və bu qaydanı vizual olaraq da onsuz da baxanda görmək olur. Yəni bunun mərkəzindən bunun mərkəzində arasındakı məsafə kiçiyin, böyüyün radiusunu toplayırsan. Bitdi, getdi. İndi burada başqa bir şey var. Birinin radiusu digərinin 3 cm böyükdür. Bunun radiusu x-dirsə, bunun radiusu x üstəgələk 3-dür. Və məsafə də 21-dir. Yəni buradan bura qədər 21-dir. O zaman x üstəgələk 3 bərabər 21-ə bizdən böyük çevrənin radiusu neçə santimetrdir soruşur. Toplasaq 2x bərabərdir 18, x bərabər 9-a, x-i bərabərdir 9 tapdıq. İndi bizə deyir ki, böyük çevrənin radiusu neçə santimetrdir? Böyük çevrənin radiusu x üstəgəl 3-dür. 9-un üzərinə 3 gələndə elədi 12 santimetr. Doğru cavab B variantı. 6-cı sualımız faiz məsələsi sonradan artırılan mövzulardandır. Malın qiyməti əvvəlcə 30% azaldıldı, sonra isə 30% artırıldı. Malın ilkin qiyməti neçə faiz dəyişdi? Faizlə bağlı bilgiləri az olan adam deyə bilər ki, dəyişmədi. Bu ədəd dəyişimində bəli, siz dediyinizdir. Malın qiymətini əvvəlcə 30 dəfə artırdılar, sonra 30 dəfə azaltdılar, dəyişməyəcək. Və ya 30 vahid azaltdılar, sonra 30 vahid artırdılar, bəli, dəyişməyəcək. Amma burada faizləndir. Faizlə bağlı ciddi dəyişikliklər var və burada diqqətli olmaq lazımdır. Malın ilkin qiyməti neçə faiz dəyişdi? Bilmirik. Malın ilkin qiymətini bu tipli suallarda yazıram. Malın ilkin qiyməti. Malın ilkin qiymətini bu tipli suallarda 100 götürəcəksən standart olaraq. 100. 100-ü də niyə götürdüyümüzü dəfələrlə demişəm. Yenə də təkrar edirəm. 100 yeganə ədəddir ki, 100-ün istənilən dərəcə faizi özünə bərabərdir. Və bizim praktikada daha rahat hesablamamıza şərait yaradır. Əvvəlcə 30% azaldıldı. 100-ün 30% ilə 30 deməkdir. Ona görə 30% azaldılmaq 100 çıxılsın 30 bərabərdir 70. Sonra isə 30% artırıldı. 70-in 30%-ni tapıb 70-in üzərinə gələ bilərik və ya birbaşa 70-in 130%-ni tapa bilərik. 70 vurulsun 30 bölünsün 100. Sıfırlar gedir, bərabər elədi 21. 70-in üzərinə 21 gəlsə elədi 91. İndi gəlin diqqət edəcəyimiz məqam. Malın ilkin qiyməti 100 idi. İndi oldu 91. Neçə faiz dəyişib? 100-dən 91-ə təbii ki 9% azalma. Diqqətli olaq, burada artım da var, amma biz azalmanı götürəcəyik. Çünki 100-dən 91-ə düşüb. Növbəti sualımız bu. Qutudan daş çıxarmaq, torbadan daş çıxarmaq. Bununla bağlı suallar sertifikasiya imtahanlarında demək olar ki, tez-tez düşüb. Qutuda 10 ağ, axırıncı Naxçıvan sertifikasiyasında da düşmüşdü. Qutuda 10 ağ, 12 sarı və 15 qara daş var. Qutudan ən az neçə daş çıxarmaq lazımdır ki, hər birindən ən azı 5 dənəsinin çıxmasına əmin ola bilək. Bunu necə yazacağıq?
Biz bu tipli suallarda ən pis hala baxacağıq. Qəribə səslənsə də nə deyirəm? Ən pis hal. Yazıram bura ən pis hal. Bu bizim daha çox bəxtsiz halımızda deyə bilərik. Məsələn, ən yaxşı hal burada belə ola bilər ki, siz deyirsiniz, müəllim, ellərimizi 5 dəfə atdıq torbaya. İstədiyimiz daşdan çıxardıq. Hər birindən ən azı 5 dənə çıxa bilər. Tutaq ki, ağ çıxsın, sarı çıxsın, qara çıxsın. Amma bu belə olmaya da bilər axı. Hər birindən ən azı 5 dənənin ən pis halı nədir? Pis hal, yəni sən elə bil artıq əlvi neçənci dəfə torbaya atmalısan ki, 100% mənə cavab verə biləsən ki, bəli, artıq sənin şərtini ödədim. Bunun üçün biz ən pis hala baxırıq. Ən pis hal nədir? Əlimi mən 15 dəfə torbaya atdım, 15 dənə qara top çıxdı, qara daş çıxdı. Amma mənim istədiyim nədir? Hər birindən. Deyirəm ki, yaxşı, növbət dəfə əlimi atım, sarı, 12 dəfə əlimi atacam, sarı gələcək. Yenə də mən məqsədimə çatmıram axı. Nə olsun ki, qara ilə sarını çıxarmışam. Mənə deyir, hər birindən. Artıq növbəti 5 dəfə əlimi torbaya atanda, çünki sənin torbanda qara daş qalmayıb, sarı daş qalmayıb. Mütləq ki, növbəti 5 dəfə torbaya əlimi atanda çıxan top ağdan olacaq və ən pis hal 27-27-nin üzərindən 5-i gələndə cavab eləyəcək 32. Müəllim, bunu başa düşmədim. Əslində bəzən bunu biz sadəcə izahını başa müəllimlər şərti biraz çox düşünmə tələb edir. Elə birbaşa həllini yazır. Amma bizim kanalımızda yazırsınız torbadan daş çıxarmaq məsələləri Vüsal müəllim 100% sizə əmin eləyirəm ki, izaha baxıb başa düşəcəksiniz. Yəni orada bir çox izah, bunun digər halları da var. Onların hamısına toxunmuşuq. Növbəti 8. İbtidai riyaziyyatın olmazsa olmazı. Çay boyunca iki körpü arasındakı məsafə 20 kilometrdir. Buradan bura tutaq ki 20 kilometrdir. Kater bu məsafəni axın ilə 15 dəqiqəyə, geri qayıdarkən 20 dəqiqəyə gedir. Nə var burada? Məsafə var, yəni S var. Zaman var, T var. Mən sürəti tapmalıyam. Axın ilə sözü nə deməkdir? Toplayırıq. Çünki kater çayın axını ilə gedəndə sürətlər toplanır. Buna görə 20-ni böləcəksən, amma diqqət eləyək. Burada kilometr bölünsün saatdır, burada dəqiqədir. 15 dəqiqəmiz 4də 1 saat deməkdir. 20-ni böləcəksən 4də 1-ə. Dəqiqədən saata keçmək üçün 60-a bölürsən, 15-i də 60-a böləndə ixtisar gedir 4də 1. Bu elədir 80 kilometr bölünsün saat. Deməli, buradan yazırıq ki, kater üstəgələk çay bərabər 80. Bu qalsın burada. Geri qayıdarkən mən bir yolu axın ilə getmişəmsə, geri qaydanda avtomatik olaraq bu axına qarşı olacaq. Çünki getdiyim yol axın ilədirsə, qaydan axına qarşı. Yox, əksinə, getdiyim axına qarşıdırsa, geri qayıtmağım axın ilə olacaq. 20 dəqiqəmiz də 3də 1 saatdır. 20-ni böləcəksən 3də 1-ə, bu da eləyəcək 60 kilometr bölünsün saat. Axına qarşı. Axına qarşı da kater çıxılsın. Çay bərabər 60. Bu da bizə məşhur 2 eyni ədədin cəmi və fərqi düsturunu xatırladır. Yəni, cəm və fərq verilibsə, topla böl 2 bərabərdir katerin sürətini, yəni böyüyün sürətini tapacaqsan. Çıx böl 2 bərabərdir çayın. Bu da sadə sistem tənlikdən də bunu həll edib ala bilirsiniz. Amma buradan belə deyək, bir növ biz özümüz üçün qaydanı çıxardıb rahatlaşdırmışıq işimizi. Məndən çayın sürətini soruşur. 80 çıxılsın 60 bölünsün 2. 20-ni 2-yə böləndə 10 kilometr bölünsün saat. Doğru cavab Y variantı. Növbəti sualımız çevirmələrlə bağlıdır. Yenə də kanalımızda çevirmələrlə bağlı kifayət qədər izah var. Və bir də baxsaq görərik ki, cavabların hamısı sahə ilə bağlıdır. Mən 1 kvadrat kilometr neçə kvadrat santimetr və neçə kvadrat desimetr olduğunu əzbər bilmirəm və əzbər bilməyə də ehtiyac yoxdur. Əzbər bilmək savad göstəricisidir əsla. Sənin bunu sxemi bilməyin və oradan nəyi necə, hardan aldığı yazıb görməyin savad göstəricisidir. Daha əzbərlənməli, daha vacib şeylər var. Ona görə burada mən uzunluq olsun, sahə olsun, bunları əzbərləyirəm, qətiyyən ehtiyac yoxdur. Sahə vahidlərində bu sxemimiz var. Kvadrat kilometrdən hektara keçirik, hektardan ara keçirik, ardan kvadrat metr, kvadrat desimetr, kvadrat santimetr, kvadrat millimetr. Və bunların hər birinin arasında vuraq 100 var. Bunu yazandan sonra sizin heç bir probleminiz qalmır. Vuraq 100. Məsələn, bizdən verilib böyükdən kiçiyə doğru gedəndə vururuq dəyərli müəllimlər. Buradan kiçikdən böyüyə doğru gedəndə hər birini yazmıram da, vaxt getməsin. Bunun hər birini böl 100-ünü tapırıq. İndi baxın. Bizə verilib burada 65 min neçə kvadrat santimetr bərabər 60 kilometr.
kvadrat santimetrdən kvadrat kilometrə gəlmək üçün bax burada böl 100. Qoy yazaq hamısını. Böl 100. Böl 100. Böl 100. Burada da böl 100. Görün biz kvadrat santimetrdən kvadrat kilometrə gəlmək üçün neçə dənə sıfır silməliyik? 1, 2, 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Buradan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu sıfır tam 1650-yə gəlir. Amma burada bu verilib. Və ya əksinə bu tərəfdən baxsaq 65 kvadrat kilometr kvadrat santimetrə çevirəndə 1-in sonunda elə bil neçə dənə var? 1, 2, 3, 4, 5, 10 dənə sıfır olmalı. Deməli bu səhvdir. Bu getdi. Bu deyil cavab. İkinciyə baxırıq B variantına. Kvadrat desimetrlə kvadrat metrin arasında vuraq böl və vuraq 100 və bölək 100 var. Böyükdən kiçiyə doğru gedəndə dediyim kimi vururuq, kiçikdən böyüyə doğru gedəndə 100-ə bölürük. İndi 43.000 kvadrat desimetrdən kvadrat metrə keçəndə 100-ə böləcəyik. 2 dənə sıfır siləcəyik. Yəni buradan bu tərəfə gəlirik də, buradan bura. Amma burada 3 dənə sıfır silin bax. Deməli bu səhvdir. C variantına baxırıq. 3 hektar. Hektardan kvadrat kilometrə gələndə 3 hektardan biz kvadrat kilometrə gələndə kvadrat kilometr hektardan böyükdür. Yəni hektardan kvadrat böləcəyik. Bunu böləndə bu 0,3 edir. Bura 30 yazıb. Deməli bu səhvdir. D variantına baxırıq. 3 kvadrat kilometr 3 milyon kvadrat metrdir. Gəlin görək doğrudurmu? Kvadrat kilometr buradadır. Kvadrat metr buradadır. Görək bunların arasında neçə dənə 100 var? 1, 2, 6 dənə 0 var, 3 dənə 100 var. Yəni 3 dəfə 100-ə vurmaq, 6 dənə 0 yazmaq deməkdir. 1, 2, 3, 4, 5, 6. Deməli bu doğrudur. 71 ar 71 min kvadrat kilometr. Ardan kvadrat kilometrə gələndə 10 minə bölürük. 71 10 minə böləndə burada da 10 min yox, minə vurub. Bu əksin olmalıdır. Və ya 1 0 da artığından. Deməli bu da səhvdir. Doğru cavabdır. 10-cu sual. Bununla da bağlı suallar tez-tez düşür, qarşılayır bizi. Fiqurun perimetrini tapın. Fiqurun perimetri bütün kənar xətlərin cəmidir. 12 metr buradadır. Yazıram 12. Üstə gələk. Buradakı 12. Üstə gələk 3. Üstə gələk buradakı 7 metr. İndi bax buranı mən bilmirəm. Burada diqqətli olaq. Bütövi buradan bura 12-dirsə, bura 3, bura 3-dürsə, deməli 3 ilə 3 6, 12-dən 6 çıxanda bura 6 qaldı. Üstə gələk 6. Sonra üstə gələk bu 10. Üstə gələk buradakı bu 3. Üstə gələk 15, bu 15. Və bunları toplayırıq. Sadəcə diqqətli olmaq lazımdır ki, kiçik bir səhvə yol verməyək. 24, 24 ilə 3, 27. 27 ilə 7, 34. 34 ilə 6, 40. 40 ilə 10, 50. 53, 53 ilə 15, 68. Cavab A variantı. Bu qədər dəyərli müəllimlər. Siz bu sınaqları işləyin. Sizin mümkün deyil. Bax bir şey sizə əminliklə deyirəm. Demirəm ki, bu sual işlə gedib orada bu sual düşəcək sənə. Belə demək qeyri-peşəkarlıqdır. Amma bir şey sənə əminliklə deyirəm. Sən mümkün deyil ki, bu sınaqları hamısını 10-a 10 yazıb və ya 10-a 9 yazıb gedib orada aşağı nəticə göstərəsən. Belə bir şey yoxdur. Bu sınaqları 9, 10, 8 yazın. İmtahanda da uğur sizinlə olacaq. Hər birinizə uğurlar arzulayıram dəyərli müəllimlər. Növbəti izahlarımızda görüşərik. Bizim yeni qruplarımız, yay qruplarımız başlayıb. Yeni qruplarda qeydiyyat edib. Bu nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarda görüşərik. Hələlik.